Her şey selam dostlar. Dostlar, bu günlerim Minecraft'ta təzə bir bölümlə karşınızdayım. Neçə vaxtı video çəkmirdim. Dostlar, bu əşyaları burada sandığı oluşturmuştum. Bonus sandığı ondan tapdım. Və buradayım. Qardaşım da indi birazdan gələcək. Bu gələn şimdi ben buradan daş qazacağım. Daşlarımızı qazaq. Böyle gelecek. Gelip odun kasacağım. Burada harda odun var. Bakın. Yəqin o tərəfdə var. Yəqin o tərəfdə olar. Amma ki, mən də onun aşağı. Mən daşdan ev görmək istəyirəm. Daha çox. Ona görə daşdan ev düzəldirəm. Dostlar, səsim biraz zəif çıxa bilər. Çünki evdəkilər dediyim kimi yatıbdır. Gecə sadəcə 1-ə qalır, 3 dəqiqə. Ona görə çox qışqıra bilmirəm. Qardaşım da gelir otaqdan telefonu götürüb gəlir. Birazdan gələr yəqin. Daş qazdım. İndi bu alətlərlə özümə crafting table düzəltdim. Çalışma masası daha doğrusu. Onu da ver, bəzi əşyalarını qoyun. Bu içində də 5 saat böyle əlimdə gətirməyim. Lazım olan əşyaları lazımsızlar qoyun bura, lazımlar bu çörək qalsın. Qalsın, bu da qalsın. Bunlar öyle lazım değil, niye? Çünki odunlarda falan qoyuram, bunları qoyacaqlar. Bunları birazdan işlədəcəm. İndi isə burada. Yəni kartofu pişirmək üçün lazım olacaq. Maraqlarını da pişirəcəm. Və qoyum. Dostlar, yəqin ev buralara düzəldərəm. Birazdan torpaqları qazıb bura qəşəng yer düzəldərəm. Biraz yemək yiyeyim. İnşallah. Böyle. İndi daş qazmağa davam edək. Çünki daşdan evimizi düzəltmək üçün çox lazım olacaq. Şimdi kardeşim gələn kimi verəcəm qardaşıma ki, qardaşımın qalsın. Bakır tapdım. Dostlar, bu sürümdə bakırla hər şey, yəni ki, zırh falan düzəltmək olar. Ona görə bakır görəndə qırıram. Çünki bakır əşyalar düzəldəcəm. Bunları qıraq. Çox çıxır, özü çox yaxşı. Buna baxın. Bir dənəsini qırıram. İçindən çox çıxır. 2 dənə falan, 2-3 dənə. Bir dənə yerdən çox çıxır təbii ki. Dostlar, köy tapsaq çox yaxşı olur. Niyə? Çünki köydən yataq götürəcəm. Oyunu xurdum oyunu. Bunlara fikir verməmişdim. Doğrusu görməmişdim. Kardeşim indi gəldi. Telefonu gəldi. Sunucunu qurmuşam İbrahim. Daş qazandı. İndi isə bunların hamısını yakır olarak bunları işlədirəm. Niyə? Çünki başqa işləyim yox. Məcburi
Ama bu da daha bir şey oldu. Önceli yayın bunu isterdim. Koyduk buraya. Koygusun. Böyle kazın. Sağ. Yine koyma. Dostlar yayın gece bir değil. An. Qıraq. Yəni, dediyim kimi köy tapsaq çox yaxşı olar. Yəni, hələ ki, dostlar, odun tapana kimi evimi bura çəkmək istəyirəm. Dostlar, qardaşım yatmalıdır. Sabah hazırlığı var. Sabahlayarıq da. Dostlar, bu gündən videonun birazdan taracaq. Çünki qardaşımın sabah hazırlığı var. Mən də tək qalmaq istəmirəm. Çünki tək qalanda video çəkəməyəcəm. Ona görə yəqin ki, evimin yerini hazırlayıb geyib yataram. İbrahim, onda gəl bir dənə buranı düzəldək tez. Biraz da torpaq qazıram. Niyə? Çünki evimin girişini bağlamaq. Az odunum olduğuna görə bağladım. Tam çok iyiydi. Kilitlenmiş adam var idi. Birini bırak koyuram böyle. Şurada. Bir önce buranın. Neyse dostlar. Eşyalarını koydum buraya. Bunları içeriye düzgün almışsın. Sabahlarım kardeşimiz restoran kimi video başlayacağız. Bunları Rams'ın koyuram. Özündeki oyundan çıxacam. Sabah devam edeceğiz. Birinci evin için düzenleyeyim, ondan sonra evin için düzenleyeyim. Benim de hiç evim yoktu demek olar ki. Ama niye kazman koydum ev. Kazman kıram. Bakır eşyaları düzenleyeceğim sabahlarım. Gözle. Liste koyduk. Dostlar sağ olun, sağ olun. Kanalın hem de cesaretiyle kalsın. Bay bay, sabah görüşürüz.